Bismillahirrahmanirrahim və bihi nəstəin və huvə xayrun nasirin və mu'in. Ümumiyyətlə, insanın normal yaşaması üçün, həyatında mənalı, sağlam yaşaması üçün sağlam şəxsiyyətə sahib olmalıdır. Əgər bir insan sağlam şəxsiyyətə sahib deyilsə, onun həyatında problemləri çox olur. Onun həyatında sağlam ruhiyyə, sağlam düşüncə olmur. Daimlə rahat olur, daim gərgin olur, psixoloji travmalar yaşayır. Çünki sağlam şəxsiyyətə sahib deyil. Sağlam şəxsiyyətin əlamətləri var. O əlamətləri öyrənib özümüzə tətbiq etmək lazımdır. Yəni, mən onu bilim ki, mən sağlam şəxsiyyətə sahibəm və ona uyğun da yaşamalıyam. O əlamətlərdən bir neçəsini sizin nəzərinizə çatdırmaq istəyirəm. Birinci əlamət özünü tanımaqdır. Sağlam şəxsiyyətə sahib olmaq üçün insan birinci növbədə özünü tanımalıdır. Öz düşüncələrini, hisslərini, davranışını, zəif tərəflərini, güclü tərəflərini, müsbətini, mənfisini tanımalıdır. Bilməlidir həyatda nə istəyir, bunun dəyərləri nələrdir, hansı dəyərə sahibdir, hansı düşüncəyə sahibdir. Bunları tanımalıdır. İkinci əlamət emosiyalarını idarə etməsidir. Çox vaxt insanlar öz emosiyalarını idarə edə bilmirlər. Emosiya idarə edə bilməyən insanın emosiyaları yığılır içində, emosiyaları boğur və birdən partlayış olur. Emosiyalar deyəndə qəzəb, qorxu, kədər, sevinc, bunlar bizim emosiyalarımızdır, hisslərimizdir. Biz bunları idarə etməyə öyrənməliyik. Məsələn, çox vaxt insanlar qəzəb emosiyasını, hisslərini idarə edə bilmirlər və yaxud qorxu hissini idarə edə bilmirlər. Bundan sonra onda psixoloji problem yaranır, depressiya yarana bilir, nevrozluq yarana bilir və yaxud təşviş həyəcan pozuntusu yaranır insanda. Niyə? Öz emosiyalarını doğru şəkildə idarə edə bilmir. İnsan bunu öyrənməlidir. İkinci əlamət sərhəd qoymaq bacarığıdır. İnsan kim olur olsun, hansı peşəyə sahib olur olsun, öz sərhədlərini müəyyən etməlidir. İnsanın bir sərhəddi olmalıdır. İstər ailədə, istər qohum içində, istər cəmiyyətdə. Hər kəs özünə bir sərhəd qoymalıdır. Hər kəsin bir qırmızı xətti olmalıdır. Dördüncü, məsuliyyət götürmək, məsuliyyət sahibi olmaq. Bir çox, məsələn, ailələrdə bunun şahidi oluram ki, kişi ya qadın məsuliyyətdən qaçırlar. Məsuliyyət boynuna götürmək istəmirlər. Bəzən uşaqlarımızı da elə böyüdürük, məsuliyyətsiz böyüdürük. Uşaqları məsuliyyətsiz böyüdəndə, uşaq böyüyür, məsuliyyətsiz bir həyat yoldaşı olur, məsuliyyətsiz bir işçi olur, məsuliyyətsiz bir valideyn olur. Niyə? Vaxtında ona məsuliyyət verməmişik. Uşağımıza məsuliyyəti öyrətməmişik. Ona görə məsuliyyəti həm özümüzə öyrənməliyik, boynumuza götürməliyik, həm uşağa öyrətməliyik. Fərq eləmir, ailə məsələlərində, ictimai məsələlərdə, fərdi məsələlərdə insan məsuliyyətli olmağı bacarmalıdır. Beşinci, empatiya qurmaq. Empatiya elə bir hissdir ki, insan qarşındakını başa düşməlidir. Adətən narsist şəxsiyyət pozuntusu olan insanlarda empatiya hissi olmur. Empatiya qura bilmir. Qarşındakını anlaya bilmir, başa düşə bilmir. Empatiyanı özümüzdə yaratmalıyıq. Emosional zəka proqramı var. O empatiyanı necə qurmaq lazımdır. O insanda kömək edir ki, insanda empatiya yaransın. Altıncı əlamət reallığı qəbul etmək. İnsan reallığı qəbul etməlidir. Bəzən niyə biz depressiyaya düşürük, bəzən niyə biz aqressivləşirik, nevroz oluruq, biz reallığı qəbul edə bilmirik. Reallıq nədirsə onu qəbul etməliyik. İstər bu ailədə olsun, istər işdə olsun, istər qohumlar arasında olsun, fərq eləmir. Reallıq nədirsə, ilk öncə biz onu qəbullanmalıyıq. Sonra nə lazımdırsa, dəyişmək lazımdır, idarə etmək lazımdır, o sonranın işidir. Birinci qəbul etməliyik. Və 7-ci əlamət dəyərlərlə yaşamaq. Biz dəyərlərlə yaşamağa öyrənməliyik. Bizim üçün həyatda dəyərlər nələrdir? Biz ilk öncə dəyərləri müəyyən etməliyik. Adam var, bilmir dəyər nədir. Dəyərlər sistemi bu insanda yoxdur. Məsələn, ailə bir dəyərdir. İnsanın dindarlığı, insanın dürüstlüyü, insanın imanı, insanın ədaləti, bunlar dəyərlərdir. Adam var, bunlar üçün adam var, onun üçün dəyəri bunlardır. Adam da bunun dəyəri biraz fərqlidir. Məsələn, pul, var, vəzifə, nəfsi istəklər onun üçün dəyər tutur. Özün üçün onu dəyər tutur, onun arzusuza gedir. Yəni bizim üçün dəyərlər
müəyyən olmalıdır və dəyərlərin uyğun da biz yaşamalıyıq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.